Hər bir duyğu kimi qısqanclıq da bütün canlılar arasında yaranan təbii bir duyğudur. Normal səviyyədə olması lazımdır. Çünki əgər qısqanclıq səviyyəsi olmasa, partnyorlar arasında konfliktlər yarana bilər və fikirləşə bilərlər ki, qarşı tərəf məni istəmir və yaxud da ki, dəyər vermir, önəmsəmir. Bəzən insanlarda aşırı dərəcədə qısqanclıq olur, hansı ki, kompulsiv qısqanclıq deyirlər, yəni idarə oluna bilməyən, obsessiv formada. Və həmin şəxslər qarşı tərəfdə səbəbsiz formada hansısa bir faktlar axtarmağa başlayırlar. Məsələn, deyək ki, partnyoru keçmişdə hansısa bir dostu ilə danışıb, onu böyüdürlər ki, mənə xəyanət eləyir və deyək ki, telefonuna hansısa bir ad qeyd olunmayan nömrədən zəng gəlib, artıq fikirləşir ki, mənə xəyanət eləyir, kimlənsə danışır, əlaqə yaradır. Bu kimi qısqanclıqlar artıq çox pik nöqtəyə gəlib çıxanda artıq psixoz formasına alır. Buna Ozello sindromu adı altında da birləşdiriblər. Və həmin o Ozello sindromundan əziyyət çəkən insanlar cəmiyyət üçündə sonrakı illərdə hətta cinayət davranışlarının olması, aqressiv vurma, söymə, təhqir eləmə, şiddət davranışlarını da gətirib çıxara bilər ki, sonradan ailə münasibətlərində ciddi problem yarada bilər.